Salam, hörmətli şagirdlər. Passive voice test izahına baxırıq. Əvvəlcə qısa bir məlumat vermək istəyirəm. Passive voice-də məlum növdəki cümlənin tamamlığı, yəni feildən sonra gələn söz tapırıq və məhsul növdə cümlənin əvvəlinə, mübtədanın yerinə qoyuruq. Daha sonra feilin zamanını müəyyən edərək həmin zamana uyğun to be feili qoyulur. The mice ate all the rice. The mice cümlənin mübtədası, all the rice cümlənin tamamlığıdır. Mübtəda və tamamlıq yerini dəyişir. Tamamlıq cümlənin əvvəlinə, mübtədanın yerinə keçir. Ate keçmiş zaman formasındadır, yəni past simple-dadır. Past simple passive voice-də was, were plus participle to ilə düzəlir. A-da are indiki zamandadır, səhvdir. B-də were. Rice düyü deməkdir, sahilmən isimdir və xəbər təkdə olar. Ona görə verb cəm olduğu üçün səhvdir. C-də is indiki zamandadır, səhvdir. D-də has been indiki bitmiş səhvdir. Düzgün variantımız E variantı. All the rice was eaten by the mice. Was plus participle to. They sell milk in this shop. They mübtəda, milk tamamlıqdır. Mübtəda və tamamlıq yerini dəyişir. Sell indiki zamandadır. İndiki zaman passive voice-də am, is, are plus participle to olaraq düzəlir. Had been geçmiş bitmiş səhvdir. Was keçmiş zaman səhvdir. Has been indiki bitmiş səhvdir. Were keçmiş zaman səhvdir. Cavabımız E variantı. Who has sent the postcards? Cümlənin tamamlığı the postcards-dır. Tamamlıq mübtəda vəzifəsinə keçir, has have-ə çevrilir. A-da will be gələcək səhvdir. Had been-də keçmiş bitmiş səhvdir. Were keçmiş zaman səhvdir. Are indiki zaman səhvdir. D-də who have the postcard been sent by düzgün quruluşdur. Who has written this essay? This essay cümlənin tamamlığıdır. Who have this essay been written by düzgün quruluşdadır. Who had this essay been? Burada had been keçmiş bitmiş səhvdir. C-də having bini yoxdur. D-də who-dan sonra köməkçi feil gəlməli idi. E-də have been yanaşı gəlməz. The students, all the subjects at school. Passive voice tapmalıyıq. Burada were taught, are taught. Was, were plus participle to. 2-də də am, is, are participle to. 1, 2. İkincidə yenə passive voice tapırıq. I bought a new apartment near my office. Burada to be yoxdur. Ona görə passive voice deyil, active voice'dir. The students drew a lot of pictures in class. To be yoxdur. The dictation was written without any mistake. Was plus participle to. Cavabımız C variantı. The notice were being left on desk. Were being, was being olmaz səhvdir. The leaders of the countries discussed the problem. Səhvdir.